Deməli qızlar, oğlan belə gəlirsə, bu cırılır, bu sənlik döyür, bu paxotka apar tulla. Yazıq, mağmın, qızın sumkasını tuta-tuta gəlirsə, bu Timodur. Qız da qabaqda gedir, gəl, tez ol da biraz, əlində telefon, oğlan yazıqda düşüb tulay kimi dalına. Bu uje general qızıdır, nə bilim, prokuror qızıdır, kim qızıdır bilmirəm, axır kiminsə qızıdır. Bu Fəhlə qızının sevgilisi, Fağırın kasıbın sevgilisi. Gəlir, ya da Fağırın kasıbın əri. Arvad qucağında uşaq, ər də arxada telefonla oynayır, yazıq qız. Avtobusa da uşaqla bilir, ər bunu saymır axı, neyinir? Amma varlı kişinin qızı olsa, oğlan tutacaq əlində uşağı, hələ bir qızın sumkasın, hələ bir uşağın da sumkasın, qız da dalıcı elə bir prokuror qızıdır. Yazışa gəlir. Ailələr və taleylər, acı taleylər. Ailələr iki yerə bölünür, qızlar. Bəli qızlar, tüpürün bu həyatın içinə. Mənim ərim necə gedirdi? Başa salım da. Elə bil ki, mənim qaynanam ərimin arvadıydı. Mən də baldızımın. Baldızım o başda gedirdi, mən bu başda gedirdi. Qaynanamla ərim də qol-qola. Qol-qola gedirdilər bacı. Harasa gedəndə ildə bir dəfə çıxırdıq şəhərə. Belə gözəl və xoşbəxt ailələrimiz olub. Oğlan gəldi. Afisantı çağırmağa. Qaş bir dənə bura baxar qız da. Genəlir, cibi 5 manat pul gör baxı. Hardan borc alıb gəlib bilmir. Sonradan görmə belə olur. Amma sadə oturur. Qardaş, bir dənə zəhmət olmasa yaxınlaşardınız. Görü baxı. Biri var görməyəsən, biri də var görmüsən. Hə. Görüb. Qıza özün göstərməlidir, yoxsa yox. Duranda da nə versə yaxşıdır. 5 manat 60 qəpik şot. 6 manat da qoyur, qalanı sənin. Elə də cırılır, çıxır, elə bil 10 manat qoyur. Ölürəm yoxam həyatda. Ölürəm yoxam həyatda.